5 iyun Fransada Olimpiya oyunlarına kvalifikasiya turnirində super ağır çəkidə Azərbaycanlı boksçu Məhəmməd Abdullayev Polşalı Adam Kulika qarşı ringa çıxdı. Baxmayaraq ki, bizim boksçu rəqibdən balaca idi, o sürət və çevikli hesabına Polşalının üstünlüyünü neytrallaşdırırdı. İlk raundlarda Məhəmməd əks hücumdan dəqiq zərbələrlə rəqibini qarşılayırdı. İkinci raunddan bədənə zərbələri daha çox endirərək Abdullayev rəqibi bir neçə dəfə sarsıtdı. Daha yaxşı ikili solxuqları başdan diyarı keçirərək Adam Kulikin presinqini dayandırırdı. 3 raund ərzində bizim boksçu rəqibindən daha hissiyatlı idi və ən əsası IQ səviyyəsinin hesabına Polşalıya heç bir şans vermədi. Nəticədə Məhəmməd Abdullayev hakimlərin yekdilli qərarı ilə qələbə qazanır.